Edin, tilləri el hərfinə işarə olunur. Düstur nə oldu? 4 vurulsun, 6 gəlir, 5 üstəgəlsin. Paralelipedin təbii nöqtələrinin sayı 8, tillərinin sayı 12, 4, diagonal kəsiyinin sayı 2. Tamam. Deməli, bir də gedək, paralelipedin həcmi vurulsun, S düsturdan istifadə olunur. Mən yaları sizə dedim. Yaqut, paralelipedin oturacağı nə idi? Oturacağı Hansı figurdur? düzbucaqlı. Düzbucaqlı. Düzbucaqlı isə deməli, S oturacaq nəyə bərabərdir? A vur B. A-da yaza bilərik. Düzdür. Biz burada S-dən istifadə olunur, bəzən H-dan da istifadə olunur. Eyni şeydir, narahat olunur. S düsturudur. S oturacaq, düzbucaqlı olduğuna görə düzbucaqlının sayısı A olsun B-dir. Aydın oldu. Gələk indi paraleliped S tamının düsturuna. Deməli, paralelipeddə bizə lazım olan S tamın düsturudur. S tam, S tam bərabərdir. 2 vurulsun AB, üstə gəlinsin AC, üstə gəlinsin BC düsturundan.